Zəhirəddin İbrahimovla bağlı çıxışına baxdım. Sual verir erməni jurnalist ki, bəs Zahirəddini siz Azərbaycana vermisiniz, bu necə baş verib? Deyir, belə də olmalı idi da, vətəndaşlıqdan çaldıq, bizim dövlətə qarşı iş görmüşdü və Azərbaycana verdik. Çox belə sadə, yəni heç bir izah yoxdur. Hər jurnalist də danlayır ki, bu sualı niyə verirsiniz mənə? Və məsələ də budur ki, bunların dövlətə güya xəyanət etdiyi, Rusiya dövlətinə xəyanət etdiyi adam məndən şəxsən sözlə dalaşırdı ki, telefonda. Sən kimsən, Putini xoşlamırsan? Sən kimsən, Rusiyağı xoşlamırsan? Rusiya olmasa talışlar, dağlar, gedər. Yəni bu tip adamı Zahirəddindən söhbət edirəm. Rusiya götürdü, verdi Azərbaycana. Öz vətəndaşı olub. Yəni Rusiya göstərdi ki, onun pasportu tualet kağızından başqa bir şey deyil. Yəni bu gün sənə verəcək, sabah alacaq, deyəcək sağ ol. Ged Azərbaycanda nə edirsən elə.